Bir gün pulum olanda onu alacağım. Yani aha, bir nəfər var orada. Əlinlə tutun balığı quzu. Başqa yerə getməyin. Ayağıma battı. Allah nələr yaradır. Özü deyil, tam özü daha. Salamlar, bir daha salamlar. Harada qalmışdıq? Sipandon. Sipandon nədir? 4000 adasında qalmışdıq. Laosun axırıncı videoda bizi Kambodjaya buraxmamışlar. Bu videoda yenə Laosdayıq. Amma bu qaldığım yer, yəni aman Allahım, yəni bu kolonkanı qoşubdular və mən bütün gün səhər saat 9-dan bu kolonka burada bu formada işləyir. Yəni yatmaq olmur, durmaq olmur. Yəni heç vecizlərlə deyil. Vecizlərlə deyil. Yəni ev deyir ki, musiqi də qulaq asır. Və saat 9-dan bu kolonka işləyir ha. Yəni inanılmaz bir şey, dəhşət. Yəni sonda review verəcəm bunları Google Maps-dən və orada başa düşəcəklər. Gedirik hara, bundan Paksiyaya gedəcəm. Bu Paksiyaya gediş biletimiz. Paksiyaya niyə gedim onu deyim. Paksiyaya çünki çıxım deyərəm. Bu da bizim Yesapetimiz. Bugün Yesapet. Mən Paksiyaya nəyə görə? Paksiya çünki neçə etibarindən gedəsi oldum. Nədə onun adı? Burada hovuzda varmış. Niyə gəlmirəm bu hovuza? Hovuz görəsən yeri zaman üçündür, yoxsa hamı üçündür? Yox, burada yazıb da. Swimming pool. 80.000. 80.000'ə girib burada üzmək olurmuş. Paksiyaya niyə gezdim? Çünki mən Kambodjaya ancaq hava yoluna girə bilirəm. Quru yolu ilə dedik ki, icazə vermirik sənə falan. Qanqaraçılıq, peşmançılıq falan beş mekan. Onun üçün də mən gəlib burada qalsaydım daha yaxşıydı. Bura daha sakitdir falan beş mekan. Neyse. Dedim mən ancaq hava yolu ilə girməlisən sən Kambodjaya. Mən də Kambodjaya onun üçün Paksiyadan bilet tapdım. Daha doğrusu ən ucuz elə oradan gəldi. Onun üçün də nə edəcəm? Paksiyaya gedib Paksiyadan Kambodjaya gedəcəm. Amma belə. Bu. Amma yəni velosiped konkret şeydir də. Yəni bu hal-hazırda oturdum bu velosiped. Türk klipləri falan beş mekan olur. Yalıdakı çəpkin kaldırımda. Yəni konkret yəni o velosipedlərdəndir. Bu arada bu videonu birinci səfər izləyənlər, yəni bundan əvvəlki videoda biraz daha bu adalara gəlmək, daha doğrusu Dondet hal-hazırda olduğum buya. Hal-hazırda olduğum bura Dondet adasıdır. Dondet adasına gəlmək hekayəsi, söhbəti falan beş mekan, Dondet adası ilə ilkin tanışdıq falan. Onlar haqqında danışmışdım ilk videoda, onun üçün təkrarsızlıq olmasın deyə olmur. Belə. Dondet adası, amma qısa məlumat verim də. Yəni Sipandon dediyim 4000 adadır burada Laosun ən cənubunda və Dondet də onun ən məşhur adalarından birisidir hal-hazırda olduğum bu ada. O qədər də böyük bir ada deyil. Bir başından o bir başına bir saatda piyada gedə bilirsən. Düzdür, ada sakitdir. Çox sakit, görürsünüz, sakit bir yerdir. Amma mənim qaldığım guest house, yəni qonaq evi dəlixanadır, bildiyin dəlixanadır. Yəni səhər tezdən saat 8-9 olur. Musiqiyə polnu xod, yəni heç vecizənlə deyil də. Yəni gəlib deyirsən ki, məsələn, yatmağa çalışıram axı mən. Yəni yatıram da mən, başıma dönsə imkan verin yataq. Yəni deyir, yox 8-9-da nə qədər yatasın. Deyirəm, amma nə qədər yatacağımı da sizdən soruşmayayım da nə olar? Yəni belə bir vəziyyət. Bura Dondet adası Sipandonun ən məşhur adalarındandır. Mən də Dondetdəyəm. Hal-hazırda da Donkon adası var. Ora doğru velosipedlə gedirəm. Dedim ki, bura balaca ada olduğu üçün, yəni heç ehtiyac deyil bacaoğlu burada skuter falan kiralamağa. Piyada da məsləhət görmürəm. Dünən piyada gəzdim, gördüm, yəni yox, yəni piyadalıq bir şey deyil bura. Konkret bura velosipeddir. Yəni velosiped malıdır bura konkret. Velosipedimizi götürün. Elə də baha deyil. Bizim puldan təqribən 2 manat 40 qəpik falandır. Velosipedimizi götürün. Rahat gəzişin. Bundan artıq nə olmalıdır? Dünən piyada bir saata gəldiyim
bu körpüyə 1 saat idi, 45 dəqiqə 1 saat. 45 dəqiqə gəldiyim bu körpüyə bugün velosipedlə 5 dəqiqə gəldim. 5 dəqiqə. Ayda nə qəşəng motosikletdir. Çox qəşəngdir. Bunu alacağam mən. Bir gün param oldu. Bir gün pulum olanda onu alacağam. Çox qəşəng motosiklet idi. Bu körpü Dondet adası ilə Donkon. Bu Don, yəni hər dəfə Don sözünü işlətməyim. Don elə ada deməkdir. Dondet yəni Det adası, Donkon yəni Kon adası, yəni belə. Bu körpü Dondet adası ilə Donkon adasını birləşdirən körpüdür və bu Sipandondakı ən böyük körpüdür. Yəni bu adalar arasında ən böyük körpü bu iki adanın arasındadır. Det adası və Kon adası. Don çünki Lao dilində ada deməkdir. Dondet yəni Det adası, Donkon yəni Kon adası. Gəldik, indi artıq Dondet adasında deyiləm, yəni Donkon adasındayım. Yəni hop. Oh. Ayağım getdi. Zibil. Hə, neysə. Oh. Nəfis getdi və sözlərimdən. Hə, artıq Dondetdə deyilik, Donkondayıq. Dondet adası deyiləndə biraz, Donkon adası deyiləndə biraz pis çıxır. Yəni, pisə nə yox, elə bir ki, ada sözünün ingiliscə tərcüməsini bilməyən adamlar, məsəl üçün də ingilislər gəlir, məsəl üçün ada sözünün Azərbaycan dilində tərcüməsini bilmirlər, məsəl üçün də gəlirlər, Narcin adaları. Yəni, o cür bir şey çıxır. Yəni, Dondet adası deyiləndə, yəni, Dondet adası, yəni Det adası. Neysə, indi Donkon adasında, ayağım nəfis getdi. İndi Donkon adasındayam. Burada bunlar aralarında avtobuslarda işləyirmiş ki, buralar. Hə. İndi də Donkon adasındayam. Donkon adasının gedəyəm o biri başına. Görüm o biri başında, görüm o biri başında nə var. Donkon adası. Deyirə gəldim. Yol daha doğrusu mən gətirdim, mən gəlmədim. Mən bir istəyəcəm bir şey içim. Sudan yarım. Bu adanın deyirlər qəşəng şəlaləsi var. O şirinlər. Agresivdir çünki balası var. How much? 10,000. Burada qəşəng şey varmış. Çay mənzərəsi. Burada çimməzdə də yer var. Neyse ki, baxarım gözdən. Burada çimərlik tərzi bir şeydir. Çimərlik deyən çimərlik. Ben niyə şort gətirmədim ki? Orada çimərdim, değil mi? Niyə şort gətirmədim? Bilmirəm. Burada qəşəng çimişmək olardı. Qəşəng yerdir amma. Çimmək üçün ideal yerdir. Yox. Bir ki, burada nələr görmək olur? Yox, görmək deyil. Çimərlikdirsə burada niyə çim yoxdur? Burada kafe varsa deməli bura tələbat var ki, bura kafe var. Amma niyə heç kəs yoxdur? Bəlkə gün ortadır deyə. Amma qəşəng yerdir, həqiqətən qəşəng yerdir. Wow. Aha, bir nəfər var orada. Kong Nyai içim. Ay, quşağı var. Əlində balığı tutub əlində gətirir. Kong Nyai içimərdik. Sabadi. O əlində balığı tutub. Əlinlə tutun balığı quzu. Belə bir çimərlik. Qayıqlar. Tamam da yəqin ki, buradan balığa falan çıxır. Yox, bu məncə bu qayıqlar şey deyir, balıq qayıq. Amma yox, balıqçı şeylər var orada. Hə, burada qustar üsullarla düzəldilmiş balıqçı storları var. Oy, mən hara gedirəm? Bilmirəm, amma buranın qəşəng mənzərəsi var. Kimsə özünü asırmış buradan. Buranın qəşəng mənzərəsi var. Qəşəng mənzərəsi var buranın.
Neyse qaydaq. Gedək. Çəkilişi bulan 5 milyon yekunlaşdırım, bura sonra qayıdıb gələrəm. Onsuz da velosipedlə 10-15 dəqiqəlik yoldu. Burada axşam gəlib üzərəm. Üzərəm. Qəşəng yerdir. Maraqlı yerdir. Çimərliyin də gördük. Gedək indi başqa yerlərinə. Haydi. Aslında oradan da velosipedlə həm də. O bir tərəflə də fırlanıb beləsinə qayalıqlarla gəzmək olardı. Amma velosiped nənəm olduğum üçün, velosiped deyəmədim söz. Velosipedlə olduğum üçün məcbur belə qayıdacağım. Amma bura gələn yol çox bərbaddır, çox belə bərbaddır, çox bərbaddır. Velosipedlə gələndə daha da adam hiss edilir bərbaddır. Neyse, getdik. Şəlalə var burada deyirlər. Şəlalə. Artıq şəlalələrə getməyi dayandırmaq lazımdır. Şəlaləni də biraz çox şeylərdim. Çox şəlaləyə getdim. Cənub-Şərqi Asiyada şəlalələri də biraz artıq dayandırmaq lazımdır. Yəni çox şəlalə gördüm. Kifayətdir. Enough. Aha, səsi gəlir şəlalə. Şəlalənin səsi gəlir. Bunları da saxlayaq, velosipedi saxlayaq, elə bir şəlalə. Nəyə də verdi? Thank you. Aha, çocuklar burada üzür. Uşaqlar burada üzür. Üzüşürlər. Mən nə bilim hara getmə. Hə, burada. Qoyubdular burada ki, bura gedin. Bura. Başqa yerə getməyin. Ayağıma batdı. Velosipedin dəydiyi yerə batdı ayağıma. Tikan batdı dizimə, əyildim çıxartmağa. Yardı sataşmadı gözüm. Siz də şəlaləyə gelirsiniz bacı oğlu. Bu körpü aşacaq, bunu təmir eləyin. Milyon qazanırsınız burada. Sabahleyin. Milyon kazanırsınız burada. Bu körpü aşacaq, bunu düzəldin. Ne deyir? Sompamit şəlaləsi. Buranın çimərliyi də var. O çimərliyə getməyib burada gələ bilərdim. Burada zipline də var hətta. Yox da belə şey mi olar? Yox deyə. Hatta burada yerlənçək də var. Üstündə də Braziliya forması. Qəşəng. Yəni bunun ən qəşəng nöqtəsi aradır baxmaq üçün. Hardan baxırıq bu şəlaləyə? Wow! Maraqlıdır. Simpamid şəlaləsi. Sipandonun Simpamid şəlaləsi. Allah nələr yaradır. Belə. Şəlaləyə belə üzbəüz baxmaq istəyirəm. Şəlaləm mənim. Yenə arxa fonda görürsən. Şəlaləm mənim mahnısı oxuyur. Bura düşəcəm də buradan gedəcəm. Buna da pul alasınız. Gəl. Buradan gedəcəm. Bura maraqlı olar məncə. Şəlaləyə qabaqdan baxa bilmək üçün. Yıxıldın, amağımın yıxıldın, amağımın. Wow. Özü değil, tam özü daha. Bir şəlalə
Böyük kompleks. O buradan da axır, buradan da gəlir. Buradan da bir şəlalə kompleksi var. Görürsünüz bu hissədə. Burada da var. Şimdi bu adalar boyunca bu formada şəlalələr axır. Wow. Geçenlik. Burada bir tane de şəlalə var. Aslında o bundan daha da böyükdür. Ama ora artıq bu adalarda değil de biraz şeydədir. Kamboca sərhədinə yaxında. O məni gömrükdən buraxmamışdılar. Və həmin sərhəddə, həmin elə yerin yaxınlığındadır. Gərək ora gedərdim. Amma getmədim. Şeydən oradan çıxandan sonra da biraz əsəbləşdim, elədim. Qayıtmağa bir maşın falan axtardım da baş qarışdı, şey eləmədim ora. Amma orada getmək olarmış. Ha, deyir ki, bu körpüyə giriş şeydə ödənişlidir. Neçədir? O, 250 min. O, 250 min. Neçə də 250 min. 20 neçə manat. Zipline-la belə bir mənzərə olur. Zipline-da belə bir mənzərə olur. Körpüdə də belə bir mənzərə. Oh, bir dəfə şeydə deyirlər ki, zipline neçə xəttə? Neçə xəttə var zipline? Deyirəm, bir dənə yerdən getmir bu. Deyirəm, bax, zipline. Start buradan da bir dənə belə gedir, belə gedir. Belə bir xeyli uzun da zipline. How much is zipline price? No, zipline price. 700,000 kip. Okay, thank you. 700,000 kip nə qədər eləyir? 700 mü, 7'ni vur. 7'ni vur, 8 nə qədər eləyir? 7'ni vur, 8'e 56 manat. 56 manat. Normal qiymət. Bir də biri yazmışdı, deyir ki, şu zipline niyə minmədi? Zipline 1 deyil, 5 deyil, 10 deyil, 15 deyil. Hansı birinə minim? Yəni, sayısı hesabsız zipline var və təsəvvür elə Cənub Şərqi Asiyadakı hər zipline, getdiyim hər yerdəki zipline minsəm, yəni mən 15 günə evə qayıtmalıyım onda. Bir de burada da bir dənə zipline var. Deyəsən bu zipline gedir o başa, bu başa, o başa, bu başa, axırda buradan qayıdır. Tamam. Həqiqətən Cənub Şərqi Asiyada çoxdur zipline və Cənub Şərqi Asiyada yəni zipline qurdum, mən öldürmüşəm deyə, yəni şeydə, Filippində. O daha qəşəng idi. Adadan adaya uçurdun o zipline-la. Maraqlı bir zipline-dir. Ondan sonra da hər zipline, hər gördüyüm zipline minsəm, nə oldu ki da? Bax deyir, diqqətli olun. Yıxılmaq təhlükəsi var. Amma mənzərədir. Mənzərədir. Gözəlliyə bax, gözəlliyə bax. Tam özüdür ha. Hə, bir körpü deyil burada. Bax, buradan belə gəlir, buradan belə gedir. Belə fırlanır bu körpü. Körpü nə qədərdir? 200-300 min bax şeydə bu. Nə qədər eləyir? 25-26 manatda bu. Yəni 1 deyil, 5 deyil. 15 deyil. Görün nə qədər burada şəlalə var. Uzandıqca uzanır, Çox böyükdür. Qayalıqlar. Qayalıqlara gəldik. Qayalıqlara gəldik. Amma buradan aşağıya düşmək olur. Aşağıda nə var ki? Maraqlı heç nə yoxdur. Bayaq dediyim söhbətdə bura piyada gəlmək mümkündür, bax. O çimərlik var idi bayaq mən getdiyim. Oradan bura məncə bu qayalıqlarla piyada gəlmək olar. Belə prinsipə dursan, çox prinsipə dursan. Amma mən velosipedlə indi gəlmədim. Olarmış, görürsən. Hiçbir şey. Bu. Burada şəlalənin ən yuxarı hissəsidir. Yəqin ki, ən qəşəng mənzərə də orada olur. Basırlar, yeyirlər, buz kimi. Savadi. Basırlar, buz kimi pivədən. Buradan da qəşəng də mənzərə var imiş, kifayət qədər. Hətəs uşaqlar. Wow. Belə.
Neyse, qaydaq, gedək. Saat neçə oldu? Saat oldu, artısa 2-nin yarısı. Ay, 3-4 saatdir buralarda gəzişirəm. Qaydaq gedək. Amma bu adanın mənə görə, yəni ən böyük şeyləri istisidir. Yəni çox isti olur, çox. Yəni köynək bildiyin, yəni sıxırsan suyu sıxır. Elə istidir buralar. Şirin, hara qaçırsan? Nə üstümə gəlsən bir yekə-yekə? Aha, nə oldu? Reskin yedin, get. Getdik. Yəni, belə bir mənzərədə velosiped. Yaxşıdır. İndi gəldiyim bu yerdə köhnə fransız limanı adlanır. Old French Port. Fransızlar vanı vaxtında liman kimi istifadə edirlərmiş. Müstəmləkə olduğu dövrdə Laos. Burada daha geniş yerdə deyə. Qızı hara girəm, ora gələm. Daha doğrusu hara girəm, orada görəm bu qız səhərdəndir. Bura daha geniş olduğu üçün Yesapeti bir otusturum yerine. Burada daha geniş ərazi olduğu için Fransızlar buranı port olarak istifadə edirlərmiş. Böyle bir yer. Videomu da elə burada bu köhnə Fransız portunda da yekunlaşdırır. Məndə kifayətdir, çox da uzatmayaq. Onsuz da kiçik adalardır. Maraqlı yerlərini göstərdim sizə ən azından. Don Detin və Don Kon adasının, daha doğrusu Det və Kon adalarının maraqlı yerlərini göstərdim. Bu, əssalam. Ümid edirəm ki, xoşunuza gələn bir video oldu. Ümid edirəm ki, videomu bəyəndiniz. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.